Tenderiyat platformasında toplu alış elanı yaratmaq üçün təlimat videosu. İlk öncə yuxarı sağ küncdə olan yarat düyməsinə klik edirik. Daha sonra almaq istəyirəm bölməsini seçib Excel ilə yarat bölməsinə daxil oluruq. Burada Excel faylımızı saytımıza əlavə edirik. Faylımıza nəzər yetirdikdə burada almaq istədiyimiz məhsulun adı, məhsulun qiyməti, məhsulun markası, rəngi və s. kimi məlumatlar qeyd oluna bilər. Faylımızı sayta əlavə etdikdən sonra almaq istədiyimiz məhsulun siyahısına uyğun elanlar görünmüş oldu. Süni intellekt sayəsində elanlarımız üçün sorğu başlığı, mətn, şəkil və s. kimi məlumatlar qeyd olunmuş oldu. Bütün elanları avtomatik olaraq təsdiqlə düyməsinə klik edirik. Və budur, elanlarımız yaranmış oldu. Daha sonra almaq istədiyimiz məhsullara uyğun satış elanları ağıllı bildiriş sistemi vasitəsilə bizə görünmüş oldu.